ABCD xəttin uzunluğu 1870 kilometr olduğunu bilərək BC nöqtə arasında qalan məsafə neçə kilometr olduğunu tapın. Ümumi olaraq verilib və bizdən BC-ni soruşur. A, B, C, D. Həqiqi məsafə 1870 kilometr. Və BC-ni soruşur. Yəni, buradan bura kimi olanı soruşur. Bu kilometri soruşur. Biz bunu, deməli, A-dan B-yə, B-dən C-yə, C-dən D-yə gedirik. Bunu tapmaq üçün biz ayıraraq da bunları necə tapaq? Ayıraraq da tapaq, sonra BC-ni tapaq. A-dan B-yə gələndə, A-dan B-yə biz 0 azimutdan, yüksək azimutdan gəlirik. Deməli, meridian üzrə gəlirik. Meridian üzrə gəliriksə, bunların tapa bilərik uzunluğunu. 1 dərəcə qoysun uzunluğu 111 kilometr. C-dən D-yə də eyni ilə meridian üzrə gəlirik. C-dən D-yə də meridian üzrə gəlirik. Deməli, ikisini bir yerdə tapa bilərik, ayrı-ayrı tapa bilərik. Gedilən dərəcə, həqiqi məsafə. Yəni, gedilən dərəcəni birinci AB ilə tapaq. AB. Gedilən dərəcə bərabərdir. A meridian üzrə gediriksə, A-nın paralelinə baxırıq. 65 şimal en dairəsi. B yerləşir 0-da. Da bərabərdir 65 dərəcə. Deməli, AB 65 dərəcə. 65. İkisini bir yerdə tapaq. Sonra CD-ni tapaq. CD bərabərdir. Gedilən dərəcə bərabərdir. C yerləşir 0-cı, yəni ekvator üzərində. D yerləşir 35 cənub en dairəsi. Bunlar üçün dərəcə fərqini tapanda çıxırıq. 35-dən 0-ı. Bu da toplaya da bilərik. Yəni 0 olduğu üçün 35 dərəcə. Deməli, CD oldu 35 dərəcə. İkisini bir yerdə tapırıq. CD 35, AB 65. Burada gedilən dərəcə, ikisinin gedilən dərəcəsi ümumi olaraq gedilən dərəcə ümumi bərabərdir. AB gedilən dərəcə 65, üstə gələ CD gedilən 35 bərabərdir 100 dərəcə. Deməli, ikisi bir yerdə 100 dərəcədir. Gətirək qoyaq yerinə tapaq. İkisi bir yerdə 100 dərəcə. Deməli, burada 1 dərəcə 111 kilometr. Çünki hər ikisi meridian üzrə gedib. 100 dərəcə həqiqi məsafə. Buradan həqiqi məsafə bərabərdir. 111 vurulsun 100. Bu da bərabər, həqiqi məsafə bərabərdir. 2 dənə də 0. 11100 kilometr. Bunların ikisini tapdıq. Ümumi olaraq bu qədərdir. Bunların ikisini tapmışıqsa, BC-ni tapmaq üçün, yəni bunların ikisini tapdıq. A-dan B-yə, C-dən D-yə cəmi 11100 kilometr yol gedib. Ümumi olaraq nə qədərdir? 18870. Deməli, onda ümumi olaraq həqiqi məsafə 18870 kilometr. Bundan biz çıxırıq AB ilə CD-nin ikisinin getdiyi yolu. 11100 da bərabərdir. Deməli, 18870 çıxılsın 11100. 0, 7, 7, 7. Deməli, BC arasındakı məsafə, BC həqiqi məsafə 7770 kilometr olacaq. Qrimviç meridianla kəsişən materiklər, Qrimviç 0-cı meridiandır və bununla kəsişən materiklər Avrasiya, Cənubi Amerika kəsişmir, Şimali Amerika kəsişmir, Antarktida, Avstraliya kəsişmir, bir də Afrika. Qütb ulduzunun ən böyük bucağı altında göründüyü məntəqə, qütb ulduzu dedik ki, paralelin dərəcəsi ilə eynidir. Yəni, paralelin dərəcəsi neçədirsə, qütb ulduzu o qədər görünür. Qütb ulduzunun deyir, ən böyük bucağı altında göründüyü məntəqə 90-dır. Şimal qütbü.
Burada 90 dərəcə görünür. Məntəqə ilə Bakı şəhərinin ən qısa məsafə Bakıya yerləşir 40 şimal idarəsi. Buradan bura ən qısa məsafə neçə kilometr olduğunu hesablayın. Bu da Bakı. Deməli, bunlar meridianla hesablayırıq. Çünki meridianla gedir. Meridianla gedirsə biz, deməli, nöqtə daha doğrusu. Biz 1 dərəcə 111 kilometr. Çünki meridianla 1 dərəcə qoyulsun 111 kilometr. Burada da yazılıb. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə. Biri yerləşir 90 şimal dairəsi. Biri yerləşir 40 şimal dairəsi. Eyni olduğu üçün çıxırıq. O da bərabərdir 50 dərəcə. Yerinə qoyaq yazaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 50 dərəcə. Həqiqi məsafə. Buradan həqiqi məsafə bərabərdir 111 vurulsun 50. Həqiqi məsafə bərabərdir 5550 kilometr. Sonra sxemə əsasən A, B məntəqələri arasında məsafə A, B məntəqələri arasında məsafə 30 milyon miqyaslı tədris qlobusun neçə santimetr olduğunu hesablayaq. Deməli, bizim miqyasımız məlum. Miqyas. Verilənlər mütləq yazılmalıdır. Bərabər 1 bölünsün 30 milyon. 3, 1, 2, 3. Bunu kilometrə çevirək. 100 minə bölək. Çünki 1 kilometr 100 min santimetrdir. Sıfırın birini artıq yazdıq. 5 dənə 0 silirik. 3, 3, 5. Olacaq 1 santimetrdə 300 kilometr. Sonra neçə santimetr? Tənasübümüzü quraq. 1 santimetrdə miqyas. Miqyas verilibsə bu tənasüb vurulur. Xəritə məsafə, həqiqi məsafə. Bizim miqyasımız məlum. Həqiqi məsafəmiz, biz xəritə məsafə, həqiqi məsafəni tapa bilərik. Gəlin baxaq. Biz A-dan B-yə qərb və şərq istiqaməti gedirik. Deməli, 90 azimutdan və 270 azimutdan gedirik. Deməli, paralel üzrə gedirik. Paralel üzrə gedib paralelə baxırıq. Paraleldə də 1 dərəcə qoşun uzunluğu verilib. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Buradan gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. Paralel üzrə gediriksə meridianlara baxırıq. A, B yerləşir 80 şərq uzunluğu. A yerləşir 30 şərq uzunluğu. Hardan bildik? Çünki arta gedir şərqə doğru. Bunu çıxırıq. Eyni olduğunu çıxırıq. O da bərabərdir 50 dərəcə. Gedilən dərəcəni tapdıq. Gətirək qoyaq yerinə tapaq. 1 dərəcə 111 kilometr 50 dərəcə həqiqi məsafə. Buradan həqiqi məsafə bərabərdir 50 vurulsun 111. O da bərabərdir 5550 kilometr. Həqiqi məsafəni tapdıq. Gətirək yerinə yuxarıda qoyaq, hesablayaq. Burada 1 santimetr miqyas 300 kilometr. Xəritdə məsafə, həqiqi məsafədə 5550 kilometr. İndi buradan tənasüb quraq. 300 vurulsun xəritdə məsafə bərabərdir 5550. Xəritdə məsafədə bərabərdir 5550. Deməli 5550 bölünsün 300. 5550 bölünsün 300. Xəritdə məsafədə bərabərdir 18,5 kilometr. Sonra 50 şimal en dairəsi ilə 10 cənub en dairəsi arasında 30 milyon ən qısa məsafə 30 milyon miqyas xəritə neçə santimetr olar? Deməli, biri 50 şimal en dairəsi 50 şimal en dairəsi, məsələn, A məntəqəsi. Biri yerləşir 10 cənub en dairəsi. 10 cənub en dairəsi.
Bunlar arasındakı məsafəni tap deyir. Bu B. Bunlar meridian üzrə gedirik. Deməli, miqyasımız məlum. Miqyas bərabər 1 bölünsün 30 milyon. Bölünsün 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. 5-dən 0 sildik. 100, 5. 1 santimetrdə 300 kilometr. Tənasübümüzü quraq. 1 santimetrdə miqyas, xəttdə məsafə, həqiqi məsafə. Miqyasımız məlum. Deməli, biz həqiqi məsafəni tapaq. Həqiqi məsafə. Yəni, meridian üzrə gedir, AB üzrə biz bu şəkli. Məsələlərdə mütləq şəkli çəkin. Şəkli çəkində belə daha rahat cavab tapmaq olur. Meridian üzrə gedirik. 1 dərəcə meridian qoysunuz 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəni tapaq. 1-ə 50. Deməli, A yerləşir 50 şimalin dairəsi. B yerləşir 10 cənubin dairəsi. Fərqli yarımkilonu toplayırıq. 60 dərəcə. Deməli, bunlar arasında gedilən dərəcə oldu 60 dərəcə. Gəlin, yerinə qoyaq yazaq. Buradan. 1 dərəcə 111 kilometr. 60 dərəcə həqiqi məsafə. Buradan da həqiqi məsafə bərabərdir. 60 vurulsun 111. Həqiqi məsafə də bərabərdir. 6600 deməli 6660 kilometr. Deməli, bizim həqiqi məsafəmiz 6660 kilometr. Gətirək yerinə qoyaq yazaq. Burada. 1 santimetrdə 300 kilometr. Xəttdə məsafə 6660 kilometr. Buradan da 300 vurulsun xəttdə məsafə bərabər 6660. Xəttdə məsafə bərabərdir 6660 bölünsün 300. O da deməli bərabərdir 6660 bölünsün 300. Xəttdə məsafə bərabərdir 22,2 santimetr. Sonra Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğu 20 dərəcə paralel uzunluğu neçə kilometr fərq olduğunu tap. Deməli, Bakı yerləşir 40-cı paraleldə. 40 şimalin dairəsi. Bakı 20 dərəcəliyi soruşur. 20 dərəcə. Neçə kilometr fərq olduğunu tap. Bunun iki metodu var. Birinci araqda tapıb, sonra çıxa bilərik. Bunun başqa metodu da var ki, dərəcə fərqini tapaq. Biri 40, biri 20. Bunlar arasında dərəcə fərqi 20 dərəcədir. Biz paralel çevrəsinin uzunluğu da deməli, paralel çevrənin uzunluğunu tapmaq üçün 1 dərəcə qövsün uzunluğu 360 dərəcə həqiqi məsafə. Bu tənasübdən tapırıq. Deməli, bizim dərəcəmiz həqiqi məsafəni tapmaq üçün deməli, biz həmin o dərəcə fərqi 20-dir. 20 dərəcə. Bunu biz birinci həmin o kilometr fərqlərini tapaq. 1 dərəcə qövsün uzunluğu ikisini bir yerdə tapmaq üçün. 1 dərəcə qövsün uzunluğunu deməli tapaq. 40-da 85,4 kilometr. 20-də burada da verib 104,6. Bunlar arasındakı 1 dərəcə qövsün uzunluğunun fərqini tapaq. 104,6 85,4. 2 9 burada da 1. Deməli 19,2. Bunlar arasında dərəcə fərqi, qövsün uzunluqlarının dərəcə fərqi. Bunu tapdıq. 19,2. 19,2 kilometr. İndi isə bunların neçə dərəcə olduğunu, fərqin neçə dərəcə olduğunu tapaq.
Niyə çıxdıq? Bir daha deyirəm. Burada fərq soruşur. Kilometr fərqi. Kilometr fərqini tapıb çıxada bilərdik. Amma dərəcə fərqini tapıb kilometr çevirində də olar. Bu qayda doğrudur. Onda həqiqi məsafə də bərabərdir. 360 vurulsun 19,2. 19,2. Da bərabərdir. Həqiqi məsafə bərabərdir. 6912 kilometr olacaq. Sonra Bakıdan 0 azimutla 4440 km məsafə yerləşən məntəqə ilə birincisindən baxaq. Bakıdan 40 şimal idarəsindən 0 azimut 4440 km. Hələ birinci, ikincisiyə keçməyək. Görək hara gəlib çatır. Meridian üzrə gedir. 1 dərəcə meridian uzunluğu 111 km. Gedilən dərəcə, həqiqi məsafəmiz nə qədərdir? 4440. Bu həqiqi məsafədir. Buradan da gedilən dərəcə vurulsun 111 bərabər 4440. Gedilən dərəcə bərabər 4440 bölünsün 111. Bu da bərabərdir 40 dərəcə. Deməli, buradan 40 dərəcə yuxarıya doğru gelib. Yuxarıya doğru gelirsə plus 40 da gəlib çatacaq 80 şimal idarəsi. Yəni, çatdığı məntəqə budur. 80 şimal. Məsələn, birinci hissəsini öyrəndik. Keçək ikincisi. Məntəqə ilə, yəni bununla qütb ulduzunun 60 dərəcə buzaq altında göründüyü enlik. Biz dedik ki, qütb ulduzunun neçə dərəcə görünməsi onun paralel dərəcəsinin qiyməti eynidir. Qütb ulduzu 60 dərəcə görünürsə, deməli, məntəqə yerləşir 60 şimal idarəsi. Bu məntəqə. Bu məntəqədə B məntəqəsi. Ən qısa neçə kilometr olduğunu hesablayın. Deməli, B-dən A-ya. Biz meridian üzrə gedirik. Yenə tənasüb qururuq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. Deməli, gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabər. Biri 60, biri 80, 80 şimal idarəsi, biri 60 şimal idarəsi. Bunlar arasında dərəcə fərqini çıxırıq. Eyni şimaldır. 20 dərəcə. Gəlin yerinə qoyaq yazaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 20 həqiqi məsafə. Bu da həqiqi məsafə bərabərdir. 20 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 2220 kilometr. 2220 kilometr olacaq. Həmin o məntəqədən B-dən A-ya doğru. Sonra xəritənin miqyasının 1 bölünsün 100.000 paletka. Hər paletkanın hər damasının 4 daması 1 kvadrat santimetr nəzərə alaraq işarələmə hissəsinin həqiqi sahəsini hesablayın. Biz miqyas verilib. Deməli, miqyas verilənlər mütləq yazılır. Bərabər 1 bölünsün 100.000. Bunu çevirək kilometrə. Bölək 100.000-ə. Çünki 1 kilometr 100.000 santimetr. O da bərabər 1 kilometr. Miqyasımız 1 kilometr. Deməli, burada sahə düsturunu yazaq. 1 kvadrat santimetr miqyas verilibsə, miqyasın kvadratı, xəttdə sahə, həqiqi sahə. Həqiqi sahəni soruşur. Həqiqi sahəni soruşursa, biz miqyas verib xəttdən sahəni tapa bilərik. Xəttdən sahə paletka deyirsə, gəlin baxaq. Paletkanın düsturunu yazaq. 1 paletka 0,25 kvadrat santimetr. 4 daması 1 kvadrat santimetrdirsə, biz bilirik ki, 1 daması da 4 dama 1 kvadrat santimetrdirsə, 1 dama x. Buradan da 4 dama x bərabər 1. 1 dama sahəsi də 1 bölülük 4-ə. Bu da bərabərdir 0,125 kvadrat santimetr. Deməli, 1 damamız 0,125 kvadrat santimetrdir. X paletka xəritədəki sahə. Paletkaları biz sayaq. Görün, neçə dənədir. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,
10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24 dənə paletka hesablayaq. Deməli, 1 paletka 0,25, 24 xəritə sahə. Buradan da xəritə sahə bərabərdir 0,25 vurulsun 24. Xəritə sahə də bərabərdir 6 kvadrat santimetr. Gətir yerinə qoyaq yazaq. Yuxarıda. 1 kvadrat santimetr. Miqyasımız 1'dir. 1 kilometrin kvadratı. Xəritə sahə 6 kvadrat santimetr. Həqiqi məsafə sual. Burada həqiqi məsafə də bərabərdir. 1'in kvadratı 1 vurulsun 6. O da bərabərdir 6 kvadrat kilometr. AB məntəqələr arasında məsafə miqyası 1 bölünsün 18 milyon xəritədə 5 santimetr olacaq. Neçə kilometr məsafə təhrif olduğunu tapın. Tərif, deməli, təhrif bərabərdir. Həqiqi məsafə, miqyas, yəni miqyasla tapırıq, çıxılsın. Həqiqi məsafə, dərəcə toru. Yəni, miqyasla tapır, dərəcə torundan çıxırıq. Birinci miqyasımız tapaq. Verilib, miqyas verilib. Bərabərdir 18 milyon. 3, 1, 2, 3. Bölək 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. 3, 5, 3. 0, 1 də var. 3, 5. Qalacaq. 5-dən 0 siləndə 180. 180 kilometr. Xəritə sahə məsafəmiz 5 santimetr. Yəni, tənasümüzü quraq. 1 santimetrdə miqyas, xəritdəki məsafə, həqiqi məsafə. 1 santimetr miqyasımız 180, xəritdə məsafə 5, həqiqi məsafə sual. Buradan həqiqi məsafə bərabər 180 vurulsun 5. Həqiqi məsafə də bərabərdir 900 kilometr. Deməli, biz miqyasla tapdıq 9 kilometr. Yəni, dərəcə torundan tapaq. Yəni, paralel meridianla. Paralel və yaxud burada AB paralel üzrə gedir və baxırıq 40-cı paraleldə gedir. 40-cı paralel gedirsə, 1 dərəcə qoysun uzunluğu 85,4. Gedilən dərəcə, həqiqi məsafə. Gedilən dərəcəyə baxaq. Paralel meridianlara baxırıq. Biri 10, qırmızıdan soldadır. 10 qərb uzunluğu, biri qırmızı üzərində 0-dadır. Bunlar arasında dərəcə fərqi ya toplayıb ya çıxırsan fərqi yoxdur. 10 dərəcə. Yazaq yerinə. 1 dərəcə 85,4. 85,4. Deməli, bu 9 kilometr. Vurulsun. Deməli, gedilən dərəcə 10. Həqiqi məsafə. Bu da həqiqi məsafədə bərabər 85,4 vurulsun 10. Həqiqi məsafədə bərabərdir 854 kilometr. 854 kilometr. Şimdi gəlin çıxaq. 900-dən də 854 çıxaq. 900 çıxılsın 854. 6, 4. 46 kilometr. Sonra, yuxarıda verilmiş xətti miqyası, biz xətti miqyası çevirək ədədi miqyasa. 4, 4 artır. 4, 4. Birinci bura baxırıq. Kilometrdir. Deməli, 1 santimetrdə 4 kilometr. Bu miqyasımız. 1 santim 4 kilometr. Çevirdik. Sonra verilmiş miqyasızdan xəritədə 2 dərəcəlik 2 dərəcə meridian qoşusunu neçə santimetr olar? 2 dərəcə meridian qoşusu. Buradan bura. A, B. 2 dərəcə. Tərəzimizi quraq. 1 dərəcə 111 kilometr. Çünki meridiandan gedirik. Burada yazılıb. Gedilən dərəcə həqiqi məsafə. Deməli, biz burada gedilən dərəcə həqiqi məsafəni tapaq. Daha doğrusu, miqyasla tənasübümüzü yazmadıq. Birinci miqyasla tənasübümüzü yazaq. 1 santimetrdə miqyas, xəritdə məsafə.
Həqiqi məsafə. Miqyasımız məlum. Xəritdən məsafəni soruşur. Həqiqi məsafəni tapaq. Həqiqi məsafədir. Burada deyir 2 dərəcə. Yəni tapaq. 1 dərəcə yerdən uzağa 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Buradan gedilən dərəcəmiz də verilib burada. 2 dərəcə. Yerinə qoyaq. 1 dərəcə 111 kilometr. 2 həqiqi məsafə. Həqiqi məsafə də bərabərdir. 2 vurulsun 111 bərabər 222 kilometr. Gətirək yenə qoyaq, yuxarıda yazaq. 220 kilometr. 222. 1 santimetrdə miqyasımız 4 kilometr. Xəritə məsafə, həqiqi məsafə 222 kilometr. Buradan xəritə məsafə vurulsun 4 bərabər 222. Xəritə məsafə bərabər 222 bölünsün 222 bölünsün 222 bölünsün 4. Xəritə məsafə də bərabərdir 55,5 santimetr. 55,5 santimetr. AB məntəqələri arasında ən qısa məsafə neçə kilometr olduğunu hesablayın. AB baxırıq, paralel üzrədir. Paralel üzrə gedir, biz paralelə baxırıq. Paralelə baxırıqsa, 1 dərəcə qoşulunu 40-cı paralel 85,4. Gedilən dərəcə, həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. Biri 10, biri 0. 10 dərəcə qərb uzunluğu, biri 0. Deməli, 10 dərəcə. Gələk yerinə qoyaq yazaq. Deməli, 1 dərəcə 85,4, 10 həqiqi məsafə. Buradan da həqiqi məsafə bərabər 85,4 vurulsun 10. Həqiqi məsafə də bərabər 854 kilometr. Ən qısamız 854 kilometr. Sonra, səyyah Qrimvic meridianı ilə çevrəsinin uzunluğu 34.744 kilometr paralel xəttin kəsdiyi nöqtədən şərq istiqamətə 1544 km getdiyi yolun neçə dərəcə olduğunu hesablayın.